Salamlar herkese. Bugün giləzdəyik. Sizə birinci giləzdən həyəti göstərəcəyim. Niyəsə bir dənə kameramız işləmir. Qabaq kamera necə eləyirik onu bilmirik. Hər şey qurdaladıq. Bir şey olmadı da. İndi sizə birinci həyətimizi göstərəcəyik. Arxamızdan göstərsək olar məncə. Bu da dayı oğlumdur yanımdakı. Belə itimiz var bir dənə. Böyle bir görünür. Sonra böyle bir tane itti. Sonra həyəti var. Böyle temiz havadır. Necə deyim, xızıya yaxın bir yerdir. Böyle sakitçilikdir, nə bilim, şəhərlərdə olduğu kimi probka yoxdur. Yəni kənd yeridir, yolları falan normaldır. Giləzi qəsəbəsi çox əvvəldən yaranmışdı. Yəni biz olmadan əvvəl də var idi bura. Yəni bütün şəhərlər biz olmadan əvvəl olmuş deyə köhnələrdən olub. Amma bu lap köhnədən olub. Burada Vadaqaşqa adlı bir yer var. O 1947-ci ildə yaranmışdı və əvvəl paravozlar buharla işləyirdi. İndi isə su ilə sonra paravozların çənini doldurmaq üçün bir neçə yox, belə boru var. Paravozların çənini doldurmaq, yəni o asanlaşırdı. Paravozdan su doldurması, yəni çəni doldurması üçün Vadaqaşqa yarandı. Vadaqaşqada belə uzun bina kimi bir şeydir. İçində su krantları olur. Suyu açdıqda o borudan su axır və paravozdan çənini doldurmaq üçün olmuşdu. O Bakı-Sumqayıt, Bakı-Giləzi yolunun qurulmasından əmələ gəldi. Paravozların çəninin doldurulması üçün oldu. İndi isə ora bağlanıb, içi yəni girilməz müddətdə. Yəni girilməzdir. Mümkün deyil girəsin. Dəmir qapıdır. Üstü taxta ilə, nə bilim, daşla, qaya ilə bağlanıb. Yəni mümkün deyil girmək ora. Yəni necə deyim? Belə deyim də. İndi üstü bağlanıb, mümkünsüzdür içəri girmək. Pilləkən var.